Aha, 90 dəqiqə. Yenidən hər kəsə salam. Bugünkü dərsimiz söz önləri, yəni preposition'dır. Söz önlərini Azərbaycan dilindəki şəkilçilər kimi düşünə bilərik. Söz önləri adətən yəni sözün əvvəlində işlənir. Buna görə də adı ilə söz önüdür. Bunu Azərbaycan dilindəki şəkilçilər kimi düşünürsüz və sözlərin sonuna əlavə edirsiniz. İngilis dilində sözün əvvəlinə əlavə etdiyiniz həmin o söz önü, belə deyək, söz önü plus söz Azərbaycan dilində bərabərdir şəkilçili bir sözə. Buna görə də Azərbaycan dilində cümlə qurursunuzsa və bunu tərcümə etmək istəyirsinizsə, mütləq həmin sözün sonundakı şəkilçiyə baxırsınız və siz o şəkilçini ingilis dilində bilməlisiniz ki, həmin sözün əvvəlinə ingilis dilində qoya biləsiniz. Buna görə tərcümə mütləqdir. Söz önünü tapmağın testlərdə, bəzi testlərdə ola bilsin ki, yollar olsun, amma imtahanda yolu yoxdur. İmtahanda mütləq tərcümə etmək lazımdır. Həmçinin bağlayıcılar, bunlara da testlərdə ola bilər ki, sən bəzilərini asan yolla tapa bilirsən, amma tərcümə mütləqdir. Başqa yolu yoxdur. Birinci, biz söz önlərini kateqoriyalara bölə bilərik. Məsələn, yer bildirən söz önləri, yəni yer bildirən sözlərdə işlənənlər və hara sualına cavab verən söz önləri. Məsələn, başlayırıq birincidən in. Bunu çoxlarınız bilirsiniz, in içində dadə mənası verir. Məsələn, the keys are in the bag. Açarlar çantanın içindədir. Baxın burada çantanın içində. Gördünüz, dadə şəkilçisi sözün sonuna artırılıb. Amma burada çanta sözünün əvvəlində qoyulub. Və birləşəndə nə olur? Çantanın içində. Başa düşdünüz? İndi keçirik digər sözünləri hamısı eynidir. On. On nə deməkdir? Üstündə dadə şəkilçisi. Üstündə deyəndə nə nəzərdə tutulur? Məsələn, telefonun stolun üstündədir, stola dəyir elə. Yəni səthə dəyməlidir. Məsələn, kitabın stolun üstündədir. Yəni stola dəyir. Stolun səthinə dəyir. Bu mənadadır. Məsələn, the book is on the table. Kitab masanın üstündədir. Görürsünüz burada masanın üstündə. Dadə şəkilçisi sözün sonuna artırılıb, amma burada əvvəldə yazılıb. Sən bilməlisən ki, stolun üstü deyəndə sən bura 10 yazmalısan. Çünki 10 üstündə deməkdir. Daha sonra under. Under altında deməkdir. Məsələn, the cat is under the chair. Pişik stulun altındadır. Stulun altında. Gördünüz, stulun altında sözünə sözün sonuna dadə şəkilçisi artırılıb və burada under əvvələ artırılıb altında sözün. Azərbaycan dilində sözün sonunda dediyinizi burada sözün əvvəlinə gətirməlisiniz. Və hansı sözə ki artırırsınız, o sözün əvvəlinə gətirməlisiniz. Söz önlərindən sonra çox hallarda the article-dan istifadə olunur. Burada da görə bilərsiniz ki, biz hamısından sonra the article qoymuşuq. Sonra above. Above üstündə deməkdir, yəni toxunmadan. Bu nə deməkdir? Bir də burada var, baxın, over. Over də üstündə, üzərində deməkdir. Bunun ondan fərqi nədir? On sözünü bayaq öyrənmişdik də üstündə deməkdir. Əgər on deyirsənsə, o masaya toxunur. Amma above ya da over deyirsənsə, üzərində. Bu bir şeyin üzərindədir, amma toxunmur. Məsələn, lampa. Lampa masanın üstündədir. Burada lampa deyəndə lüstr nəzərdə tutulur. Məsələn, lüstr sənin başının üstündədir. Sənə dəymir, amma başına dəymir. Yəni ki, sənin üstündədir, amma sənə dəymir. Bu mənadadır. Məsələn, the lamp is above the table. Lampa masanın üstündədir, amma ona toxunmur mənasında. Sonra below aşağısında deməkdir. Məsələn, the village is below the mountain. Kənd dağın aşağısındadır. Dağın aşağısında. Aşağısında sözü burada dağdan sonra dedin. Amma burada aşağısında sözü dağdan əvvəl dedin. Çünki bu söz önüdür. Sözün əvvəlinə gəlməlidir. Çinin over. Biz öyrəndik nə deməkdir? Üzərində deməkdir. Bir şeyin üzərində, amma təmas yoxdur. Məsələn, the plane flew over the city. Təyyarə şəhərin üzərindən uçur, üstündən uçur. Şəhərin üstündədir, təmas yoxdur, üstündən uçur. Bu mənadadır. Bunu məsələn 10-la verə bilməzsən. On the city yazsan yanlışdır. Şəhərə dəyərək uçmur ki təyyarə. Şəhərin üstündən uçur, amma toxunmur. Mütləq bu toxunma ya da toxunmama söhbətlərində biz diqqət etməliyik. Növbəti behind. Behind arxasında deməkdir. Məsələn, the car is the behind house və house. Maşın evin arxasındadır.
Burada evin arkasında yazmışsan ama burada arkasında sözünü evden əvvəl yazmışsan. Çünki söz önüdür və özündən sonra the article da var. Növbəti in front of qarşısında Müəllim, demək. orada Aha, ola bir söz deyim. aha var. Behind-dən əvvəl olan söz önüdür. Behind özü söz önüdür. Hə, bildim. Behind özü söz önüdür. Baxın. Azərbaycan dilində bir dənə cümlə qurursan. Deyirsən ki, mən maşın evin arxasındadır cümləsini ingiliscə tərcümə etmək istəyirəm. Maşın nədir? The car. Arxasındadır. Burada dır şəkilçisi şəxs şəkilçisidir və bizə xəbəri ifadə edir. Buna görə bu is şəkilçisidir. Bax, buradakı dır şəkilçisi. İndi deməlisən ki, evin arxasında. Sən əvvəlcə bilirsən ki, arxasında sözü söz önüdür. Yəni behind arxasında deməkdir, söz önüdür. Evin arxasında demək üçün sən demirsən the house behind. Axı behind sözü önüdür. Sən necə aparıb onu cümlənin axırına qoya bilərsən? Mütləq ki, sən onu hansısa sözün əvvəlində yazmalısan, önündə yazmalısan. Behind the house nə oldu? Evin arxasında. Behind arxasında və bu söz önüdür. Növbəti. In front of nə deməkdir? Qarşısında. Məsələn, she is in front of the school. O məktəbin qarşısındadır. Başqa bu tip cümlələr də qura bilərsiniz. Aha, ekran kaydı alıram. O məktəbin qarşısındadır. In front of qarşısında deməkdir. Və yenə söz önü olduğu üçün bu məktəb sözünün qabağında gəldi. Yəni, bu qədər sadədir. Əslində, məsələ bu qədər sadədir. Sadəcə biz söz önlərini əzbər bilməliyik. Sonra next to yanında deməkdir. Burada artıq nümunələri mən oxumuram. Next to yanında deməkdir. Between arasında iki şeydən söhbət gedir. Məsələn, bacımla mənim aramda. The ball is between the boxes. Qutuların arasındadır. Top qutuların arasındadır. Deməli, burada iki qutudan söhbət gedir. Among da arasında deməkdir, amma çox şeyin arasında. Məsələn, she was among her friends. O, dostlarının arasındaydı. Deməli, burada neçə dostdan söhbət gedir? İkidən çox dostdan söhbət gedir. Sonra, niyə yaxınlığında deməkdir? Bunu bilirsiniz. Beside yanında deməkdir. Məsələn, sit beside me. Mənim yanımda otur mənasında. Inside daxilində deməkdir. Məsələn, the children are inside the house. Uşaqlar evin içindədir. Bunu biz in söz önü ilə də əvəz edə bilərik. Inside, in. Burada zaten in var, görürsünüz. In onsuz da bilirsiniz ki, içində deməkdir də. Inside the house deyəndə evin içi nəzərdə tutulur. Bir də var outside. Out sözü onsuz da çöl deməkdir. Elə outside-la da birləşir, olur çölündə. Məsələn, he is outside the building. O binanın çölündədir. Inside içində, outside çölündə. Növbəti, hərəkət bildirən söz önləri, yəni harasa doğru ya da hardansa hərəkət edirsə, bu mənada işlənir. Məsələn, to. To bir məstər şəkilçisidir, magmək şəkilçisi. Məsələn, to go, getmək. Buradakı mək to'dur, feilin əvvəlindəki. Bir də to'nun a-ə mənası var və istiqamət bildirir. Məsələn, I go to school. Mən məktəbə gedirəm. Burada məktəbə sözündə ə var, istiqamət bildirir. Buradakı to'ya bərabərdir. Sonra from. From nə deməkdir? Dan-dən deməkdir. Məsələn, I am from Azərbaycan. Mən Azərbaycandanam. Burada dan şəkilçisi var. Baxın, bu fromdur. Sonra into. Into nə deməkdir? Mənası içinə deməkdir. Nəyisə içinə. Məsələn, she walked into the room. O otağa daxil oldu. Yəni, otağın içinə daxil oldu. Sonra out of içindən çölə deməkdir. Məsələn, he came out of the house. O evin içindən çölə çıxdı. Bu mənadadır. Yəni evdən çıxdı, içindən çölə çıxdı mənasında. Sonra across. Across qarşı tərəfə deməkdir. Məsələn, they swam across the river. Onlar çayı keçdilər. Yəni çayın qarşı tərəfinə keçdilər mənasında. Məsələn, küçənin qarşı tərəfi, səndən üzbəüz olan tərəfi. Bu nədir? Across. Sonra növbəti sözünümüz nədir? Along. Along boyunca deməkdir. Məsələn, along the river, çay boyunca. Məsələn, burada cümlə var. She walked along the beach. Sahil boyunca gəzdik. Sahil boyunca. Along the beach. Sonra towards nədir? İstiqamətinə doğru. Nəyəsə doğru.
Azərbaycan dilində də var bu söz. Nəyəsə doğru qaçmaq, hərəkət etmək, məsələn. Cümləni oxuyaq. She ran towards me. O mənə doğru qaçdı. Daha sonra zaman bildirən söz önləri. Zaman bildirən söz önləri məsələn ola bilər ət. Ət həmçinin yer də bildirir. Məsələn, əti bilirik də dadə deməkdir. Məsələn deyirəm at the station. Stansiyada, harada yer mənası bildirir. Sonra ətdən sonra zaman mənasında saat işlənə bilər. Məsələn, the lesson starts at 9 o'clock. Dərs saat 9-da başlayır. Ya da o'clock sözünü işlətmə edə bilərsən. Məsələn, deyirsən ki, at 8, saat 8-də mənasına gəlir. Sonra on yer mənasında da var idi, üzərində deməkdir. Məsələn, on the table, stolun üzərində. Bir də günlərlə işlənir. Məsələn, günlərlə, tarixlərlə işlənir. Məsələn, deyək ki, I was born on Monday. Mən bazar ertəsində doğulmuşam. Ümumiyyətlə yadınızı saxlayın ki, əgər bir sözün tərkibində day sözü varsa, baxın bu day gün sözü görürsüz. Bu söz varsa, onun əvvəlində on gəlməlidir. Məsələn, bir dənə nümunə yazıram. Tutaq ki, yazıram yox bir dəqiqə. Yazmalıydım, ət yazmalıydım. Kimisə səsi açıqdırsa bağlasın. Məsələn, yazıram ət Novruz. Bir də yazıram ki, Novruz Day. Gördünüz? İndi bura bir dənə söz önündə artıq sən burada yenə ət yaza bilməzsən. Çünki burada day, gün sözü var. Harada ki gün sözü var, mən orada yazmalıyam on. Yaxşı. Növbəti bir dənə də məsələn ad günü sözü var, birthday. Burada görsünüz tərkibində day sözü var. Nə yazmalısınız? Yazmalısınız on. Hansı sözün tərkibindəki siz they, gün sözünü gördünüz, mütləq nə yazmalısınız? On söz önünü yazmalısınız. Yaxşı. Növbəti in. İn biz bilirdik, dadə mənasını verirdi içində. Onda yer mənası bildirirdi. Məsələn, in the room, otaqda, otağın içində. In the park, parkda, parkın içində. Bir də zaman mənası var və burada özündən sonra ay, il, fəsil adları gəlir. Məsələn, we travel in July. Biz iyulda səyahət edirik. Burada iyul ay adı olduğuna görə in yazdıq. İllərlə nə işlənir? İn işlənir. Ürəyiniz istəyən ili yaza bilərsiniz. Daha sonra fəsillərlə yenə ürəyiniz istəyən bir fəsil yazırıq. Məsələn, nə yazım? Qış yazıram, winter. Fəsillərlə nə işlənir? In sözünü işlənir. Və yadınızda saxlayın ki, illərlə, fəsillərlə, həftənin günləri ilə, ayların adları ilə heç vaxt the artiklından istifadə olunmur. Ona görə mən bunlar söz önü olsa da özündən sonra the artiklı yazmamışam. Before əvvəl deməkdir, after sonra deməkdir. Məsələn, wash your hands, əllərini yu, before dinner, yeməkdən əvvəl. After sonra deməkdir, we went home, biz evə getdik, after school, məktəbdən sonra. During ərzində, sonra ola bilər bir də müddətində. Məsələn, don't talk, danışma, during the lesson, dərs zamanı. Dərs zamanı. During nə oldu? Zamanı mənasında da oldu. Gəlin bunu da yazaq. Zamanı. Yəni dərs müddətində danışma. Sonra since. Since nədənsə bəri mənasına gəlir. Bunu necə tapa bilərsiniz? Bunu asan yolla tapa bilərsiniz. Məsələn, testdə indiki bitmiş zaman görürsünüzsə, since yaza bilərsiniz. Tabloda belə bir testlər var, orada indiki bitmiş zaman var. Və biz ora qoya bilərik since. Çünki since indiki bitmiş zamanda işlənir. Məsələn, burada görürsünüz indiki bitmiş zaman var. Deyir ki, mən 2020-dən bəri burada yaşamışam. 2020-dən bəri mən burada yaşamışam. Since olduğuna görə nə qoyduq? İndiki bitmiş zaman. İndiki bitmiş zaman belə düzəlir. Gəlin bunu da yazım. Have, has köməkçi feillərin üzərinə verb 3, yəni feilin 3-cü forması artırmaqla. Burada have. Mən sual verir bilərəm. İndiki bitmiş zamanda live də feilin 3-cü formasıdır. Sualınızı verin. Kimsə sualı var idi?
Müəllimə, biz yəni indi morning deyirik, amma niyə at night işlədirik? Yəni bunun xüsusi bir məntiqi olur, yoxsa əzbərləməliyik bunu? Əzbərləmədi. Hə, In tamam. night da deyə bilərsən. Tamam, çox sağ ol. Aha. Sonra növbəti harda qalmışdıq? Hə, həzzi dedik ki, indiki bitmiş zaman. Hı. For. For nə deməkdir? Yadınızda saxlayın. Esselərdə gördüm. Fordan sonra to yazılıb, to-lu feil. Fordan sonra to-lu feil olmaz. Fordan sonra əgər feil yazırsansa, bu feil ing-li olmalıdır. Çünki for söz önüdür. Söz önündən sonra gələn feil də gerundda işlənməlidir ona görə. Yaxşı. İndi burada isim yazılıb, bir də ismi birləşmə ola bilər təbii ki. Məsələn, I waited for 2 hours. Mən 2 saat gözlədim. Burada 2 hours nədir? İsmi birləşmədir və fordan sonra gəlib doğrudur. Məsələn, bir dənə deyirəm ki, I learn English. Mən ingilis dilini öyrənirəm üçün. Nə üçün öyrənirəm? İndi mən onu yazmalıyam. Yəni ki, mən burada feil yazmalıyam da. Nə etmək üçün öyrənirəm? Məsələn, səyahət etmək. Səyahət etmək sözü nədir? Travel. İndi sən bu səyahət etmək feilini ing ilə verməlisən. Yazırsan, nə yazırsan? Traveling. Travel aynı. ing-li mütləq feil olmalıdır. Sən fordan sonra for to travel yaza bilməzsən. Ya da burada birbaşa yaza bilərsən forsuz. Baxın, forsuz yaza bilərsən. To travel. Yazırsan ki, I learn English for traveling ya da I learn English to travel. Bunlardan ikisini birini yaza bilərsən. Çünki to həmçinin burada üçün mənasında işlənir. Ona görə artıq fora ehtiyac yaranmır. Yəni ikisindən birini yaz. Fordan sonra tu gələ bilər ki. Xeyr, ona görə dedim olmaz. Burada işarə qoymuşam ki, yəni ayrılırdı. Demək, bir belə yaza bilərsiniz, bir də necə yaza bilərsiniz? Məsələn, I learn English to learn. Bunlardan ikisini birini yaza bilərsiniz. Sadəcə deməyim odur ki, əgər for söz önüdür, ümumiyyətlə söz önlərindən sonra gələn feil ing ilə yazılır. Baxın, bu ikinci hissə topluda var da bu qayda. Ki, sən söz önündən sonra ismi birləşmə, əvəzlik və ya gerund yazmalısan. Gerund nədir? ing-li feil. Sonra bir də nə yaza bilərsən? Ya da feil yazmaq istəyirsənsə elə to-lu yaz. Çünki to üçün deməkdir. Baxın, buradakı to buradakı fora bərabərdir. Sadəcə baxın, to-dan sonra sən ing-li feil yaza bilməzsən. Yəni bu situasiyada olmur. Növbəti bizim sözlərimiz nədir? Until və till. Bunlar qədər deməkdir. Yəni nəyəsə qədər. Məsələn, stay here until 5 p.m. Saat 5-ə qədər burada qal. 5-ə qədər. Until nə oldu? Qədər. Bura till də yaza bilərsiniz. Yəni ikisi də sinonimdir. Əgər testdə until və till görürsünüzsə, bunların ikisində çıxın. Çünki bunlar iki doğru variantdır və ikisi də yəni təbii ki, cavab ola bilmədiyinə görə ikisi də çıxır. Sonra digər vacib sözləri with. With ilə deməkdir. Məsələn, I went with my friend. Dostumla getdim. Yəni dostum ilə. With nə oldu? İlə. Without olmadan deməkdir. Həmçinin sız üstü 4 şəkilçisinə bərabərdir. Gəlin cümlədə baxaq. Don't leave without me. Məni qoyub getmə. Yəni mənsiz getmə. Bu mənaya gəlir. Sonra başqa nə deyə bilərik? Onu deyə bilərik ki, without inkar cümlələrdə işlənir. Görürsünüz, burada don't inkardır. Gəlin bir də nümunə yazın. Məsələn, yazıram ki, I don't like drinking milk without sugar. Məsələn, mən yazdım ki, mən şəkərsiz süd içməyi sevmirəm. Görürsünüz, bu cümləndə mən inkarda yazdım. Bunlar açar sözlərdir. Bunları mütləq qeyd etmək lazımdır. Və şəkərsiz dediyimə görə şəkər buradadır, sız şəkilçisi də buradadır. Söz ön olduğuna görə şəkərdən əvvəl gəlib. About haqqında deməkdir. Məsələn, we talked about music. Biz musiqi haqqında danışdıq. Musiqi haqqında, about music. Sonra of. Of yəlik hal şəkilçisidir və adətən cansız isimlərin yəlik halını düzəldir. Burada a cup of tea
çayın bir fincanı mənasındadır. Daha dəqiq nümunə sizə yaza bilərəm. Məsələn, deyirəm ki, close the door of room. Otağın qapısını ört. Otağın qapısını ört. Baxın burada, otaq sözü burdadır. Baxın, otağın qapısı. Otağın qapısı. Yəni ki, Azərbaycan dilində otağın qapısı, otağı birinci deyirsən, qapını ikinci. Amma sən iki dənə cansız ismin yüyəlik halını düzəldirsənsə, ofdan istifadə edirsən və sözlərin yeri dəyişir. Qapı sözünü birinci yazmışam, otaq sözünü ikinci yazmışam. Çünki bu ın şəkilçisidir və bu tərsinə tərcümə olunur. Olmalıdır otağın qapısı. Buna qədər kimisə sualı var? Xeyr. Sonra növbəti sözünümüz Xeyr. nədir? By. By ilə tərəfindən, vasitəsilə mənası var. Bir də yanında mənası var. İki dənə mənası var. Məsələn, the book was written by Shakespeare. Burada tərəfindən mənasındadır. Burada adətən məhcul növ olur. Bunu digər testlərdə də görə bilərsiniz. Məsələn, was written məhcul növdə yazılıb. Məhcul növ olan cümlələrdə siz bilirsiniz də by işlənir. Buradan tapmaq olar. Sonra bir də by yanında mənası var. Bir də by işlənir nəqliyyat vasitəsilə. Nəqliyyat vasitələri ilə. Məsələn, by car, maşın ilə. Sonra məsələn, ola bilər by plane, təyyarə ilə. Yəni təyyarə vasitəsilə və bundan sonra heç vaxt artikel olmaz. Sən deyə bilmərsən ki, by a car ya da by the plane. Bunlar olmaz. Söz önü istəmir. Daha doğrusu artikel istəmir özündən sonra. Like. By istəmir müəllim. Aha. Kimsənin sualı var idi? By istəmir söz. By'dan sonra artikel yazmaq olmaz. Əgər nəqliyyat vasitələri ilə işlənirsə. Məsələn, burada by car, nəqliyyat vasitəsində car, maşın, plane, təyyarə. Bundan sonra by a plane, məsələn, demək olmaz. Ya da by the plane və artikel yazmaq olmaz. Bəs maşının yanında desək, bicycle olmur onda. Onda ola bilər. Sonra like biz öyrənmişik xoşlamaq mənasında. Amma burada kimi mənasındadır. Və əsasən nümunə verəndə də istifadə edə bilərsiniz. İndi bunu yazaram necə. İndi kimi bənzətmə mənasındadır. Bizdə var ya kimi bənzətmə mənalı qoşmaq. Baxın ondandır, yəni eynisidir. Məsələn, she sings like a professional. O professional, yəni peşəkar kimi mahnı oxuyur. Peşəkar kimi. Burada bənzətmədir. Peşəkara bənzədir və kimi mənasını verir. Artıq burada like xoşlamaq mənasında deyil. Həmçinin biz nümunə də yaza bilərik. Gəlin, məsələn, for example-ın yerinə like işlədə bilərsən necə? Məsələn, deyirəm ki, I like foods. Oy, bir dəqiqə. I like foods yazmayayım, gəl. Başqa nə yaza bilərəm? I love yazın, yaxşı. I love foods. Mən yeməkləri sevirəm. Like kimi. Nə kimi yeməkləri sevirəm? Məsələn, yazıram dolma. Başqa nə yaza bilərəm? Kebab yaza bilərəm. Başqa nə yaza bilərəm? Ağlıma bir şey gəlmir. Allah, heç nə gəlmir. Dolma yazıram, yəni atıram. Baxın, burada kimi mənasını verdi. Yəni, for example-ın yerinə like işlədə bilərsiniz. Təbii ki, burada like-dan sonra nə gəlməlidir? İsim və ya ismi birləşmə gəlməlidir, əgər nümunə verirsinizsə. Növbəti except. Except nə deməkdir? Bunun yazılışına mütləq diqqət eləməlisiniz. Except istisna olmaqla deməkdir. Except istisna olmaqla deməkdir. Məsələn, everyone came, hər kəs gəldi, except Ali. Əli xaric olmaqla, yəni Əli istisna olmaqla, Əlidən başqa hamı gəldi. Yəni hamı gəlmişdi, Əli gəlməmişdi.
Bir növ cümlədə inkarlıq var deyə bilərik. Buna mütləq mətnlərdə və dinləmələrdə diqqət eləməlisiniz. Toplu dinləmələrdə və mətnlərdə bu söz var. İstisna olmaqla deməkdir. Yəni bundan başqa hamı gəlmişdi mənasında. Növbəti against. Against qarşı deməkdir. Bir şeyə qarşı olmaq, etiraz etmək mənasında ola bilər. Yəni mən sənə qarşıyam, məsələn. Sən əleyhinəyəm də bu barədə. They played against Brazil. Onlar Braziliyaya qarşı oynayırdılar. Sonra around ətrafında deməkdir. Məsələn, we sat around the table. Biz masanın ətrafında oturduq. Sonra due to, bu yeni söz önüdə əlavə olunub topluya. Bu görə səbəbindən, ucbatından deməkdir. Nəyinsə səbəbindən. Və özündən sonra isim ya da ismi birləşmə gəlməlidir. Yadınızda saxlayın. Due to'dan sonra isim və ya ismi birləşmə. Bir də because of var. Because of'dan sonra da gözün due to'nu da elə buraya əlavə edeyim. Bunlar hardasa işlənmə yerləri eynidir və özlərindən sonra isim və ya ismi birləşmə gəlir. İsmi birləşmə bilirsiniz nədir? Məsələn, sifət isim, say isim, isim. Bunlar ismi birləşmə hesab olunur. Due to və because of'dan sonra bunlar gələ bilər. Yaxşı. Sonra başqa hər hansı bir söz önü qaldımı sizcə? Mən yazdıqlarım ağlıma gələnlər bu qədər idi. Bir də topludan çıxartdığım söz önlərini mən sizə göndərərəm PDF şəklində. Əvvəl göndərmişdim. Sizə göndərərəm. Yaxşı. Bəli. Başqa söz Bəli. önü siz bilirsiniz hansısa. İndi buna aid esse yazırıq. Təbii ki, mənim köməyimlə. Başqa hansısa bir söz önü sizin ağlınızda varmı? Yenə Müəllim, indi əlavə olunmuş. esse yazırıq, beynət olması deyərsiz. Nəyi? Esse yazırıq indi. Aha. Bəli. Mən to be due to ilə to about to bir də able to var idi. To be able to başqa şeydir. Gəlin birinci bunlara baxaq. Sistemləşmiş şəkildə sizə deyim. Despite bərabərdir. In spite of. Baxın, bir dəqiqə silim. In spite of. Bunların yazılışı mütləq belə olmalıdır. Məsələn, siz görsəz despite of, bu yazılış yanlışdır, yaxşı? Mütləq ofsuz olmalıdır. Ya da in spite görsəz, tutaq ki, ofunu görməsəz, yanlışdır. Mütləq bunun ofu olmalıdır. Düzgün yazılış budur. Və bunlar hər ikisi nə deməkdir? Baxmayaraq ki. Baxmayaraq ki, amma kimi də tərcümə etmək olar cümlələrdə. İki zid fikir verilməlidir mütləq. İki zid fikir yazmalıyıq. Məsələn, necə cümlələrdə işlənir sizə deyim. Çoxlu yağış yağmasına baxmayaraq biz çölə çıxdıq. Qaranlıq olmasına baxmayaraq biz yolu tapa bildik. Görürsünüz, zid fikirlər var və burada despite ya da in spite of işlənir. Sonra başqa bir də var as a result of, As a result of nəyinsə nəticəsində deməkdir və nəticəni göstərmək üçün istifadə olunur. Bunu da yazılışını mütləq yadınızda saxlayın. Məsələn, as result of ya da a result of falan yazılır. Onda yanlış olur. Mütləq yazılış belə olmalıdır. Sonra başqa topluya baxın burada. Başqa nə var? Başqa bir şey yoxdur. Başlayırıq birinci kimin cümləsindən. Mənim otağım çox rənglidir. Necə dedik bunu? My bedroom is very colorful Yes, yazmışdım. my bedroom is very colorful. Sonra cümlə necə davam etdirmək olar? Müəllimə yazmışam ki, bedroom is not just room. This is room where we can relax. Bedroom is not a room. Belə. Yataq otağı sadəcə bir otaq deyil. Burada just yazmaq olmaz. It's not just a room. Only yazmaq olar. I only feel comfortable in my room olar. Bedroom is not only a room. Sadəcə bir otaq deyil. Not
ya da elə bir yer deyil yazaq. Çünki əvvəldə bedroom'da da room var. Ona görə gəlin place yazaq yer sözünü. Bedroom is not only a place. Yataq otağı sadəcə yalnız bir otaq deyil, yatmaq üçün. Sadəcə yatmaq üçün bir yer deyil. O həmçinin nədir? But also. Not only but also bağlayıcısının işlənmə yerini öyrəndiniz. Not only but also. Bedroom is not only a place to sleep. Sadəcə yatmaq üçün bir yer deyil. But also həmçinin nədir? Həmçinin elə bir yerdir ki, necə bir yerdir? When we can relax, Rahat istirahət We yazmalı. can nə? we can relax. We can relax. We can relax. Rahatlaya bildiğimiz bir yerdir. Ya da we can relax'ın yerinə nə yaza bilərik? It is quiet and comfortable. To feel peaceful. Başqa nə yaza bilərik? Necə bir otaqdır? Necə hiss elədiyimiz bir otaqdır? Artıq onu burada da There are Ola bilər a lot müəllim of geniş. things for our comfortable. aha, comfortable da yazmaq olar. Relax'ə bərabər deyə yazmadım onun. Yeni bir cümlə yazdım. To feel peaceful. Huzurlu hiss etdiyimiz bir otaqdır. Baxın, mətnin tərkibində ya da qrammatik hansısa bir testin tərkibində ola bilər ki, siz not only but also görəsiniz. Bu cümlə inkarda deyil. Yaxşı, mətndə görülür və bu cümləni inkarda götürürlər, inkarda deyil. Yəni deyir ki, sadəcə belə deyil də, həm də belədir. Məsələn, mən deyirəm ki, Lalə sadəcə ağıllı qız deyil, o həm də çalışqandır. Bu o mənaya gəlir ki, Lalə həm ağıllı, həm də çalışqan qızdır. Bu cümlədə inkar yoxdur. Kimsə nəyisə inkar eləmir. Bu cümlə təsdiqdədir. Yaxşı, yadınızda saxlayın. Növbəti otaq haqqında bizə nə deyə bilərsiniz? İndi başlayırsınız. Əslində Mən burada Müəllimə, otağımın istəyirsən Mənim işləməli. otağımda özünə rəf var, kitab rəf var. Əslində bu cümlənin əvvəlində siz deyə bilərdiniz in my opinion. Mənim fikrimcə. Yaxşı, bu tip linking wordlərdən istifadə edə bilərsiniz. Növbəti Mənim otağımda çalışqanlar var demək olar. aha. First of all, ilk olaraq hər şeydən əvvəl mənim otağım harda yerləşir deyək. Məsələn, mənim otağım tutaq ki, Mətbəxin mətbəxin yanında yanında yaza yerləşir. bilərik. Mənim yataq otağım. My bedroom yerləşir necə deyərik? Ya da yanındadır deyək. Miyar yaza Is bilərik. yanında nə Miyar. deməkdir? Next. Next. Yes. Next To. Next yox. Next to Yes, tomorrow. mütləq to ilə olmalıdır. Is next to və kitchen. Kitchen nədir? Mətbəx. Mətbəxin yanındadır. Mətbəx. Aha. Sonra nə yaza bilərik? Onun ölçüsünü yaza bilərik. Rahatlığını, işıqlı olub olmamasını. Bunlar ümumi anlayışlardır. Hələ xırdalamamışıq. İlk gördüyümüz şeyləri yazırıq. Deməli, it is o ölçüsünü yaza bilərsiniz. Ya da məsələn yaza bilərik parlaq. Necə yazaq? Parlaq və rahatdır. Bright and Yes, it's comfortable. bright and comfortable. Yazdıq. O işıqlı və rahatdır. Növbəti cümləmiz nə olar? Növbəti cümləmiz nə olar? Səhərlər pəncərədən günəş işığı düşür. Artıq çox xırdalanmış olduq məncə. Hə? Çünki işıqlı olmasını Pəncərənin zaten altında yazmışıq. bir yazma. Bright, işıqlı olmasını da Otağım yazmışıq. geniş ola bilər. Nə yaza bilərik? Otağım genişdir. Məsələn, Aha, ölçüsünü deyə it's bilərik. bright. Gəlin belə yazaq. It's geniş sözü nədir? Great. Elə. It's great, bright and comfortable. O geniş, işıqlı və rahatdır. Sonra növbəti cümləni mən sizə deyim. Nə cümlə deyə bilərik məsələn? Daha məntiqli bir cümlə. Hansı zalda mənim kitablarım və yaxud da əşyalarım yerləşir? Necə deyə bilərsiniz ki, gözləyin mən şəklə baxım, mən şəklə baxmadım. Deməli, yataq var, yatağın üzərində kitab falan var, bunları yaza bilərik. Necə deyə bilərsiniz ki, kitabın üzərində bu nə deyim? Kitabın üzərindəki desən, yox, yatağın üzərindəki kitabdır, hə? Yox, bu qədər Bəli, eləcdir. kitabdır. Aa, Şəkil kimi bir şeydir. Qəzetə Kitablar və kiçik robot olan bir kitab rəfi var.
And there is a book on the bed. Yatağın üstünde bir kitap var. Sonra onun ne oldu üstünde? Sonra There is a book on the bed. onu yazdı. Mesela Group üçün olduğunu deyə bilərik. Aha. Sonra onda yaşıl Pəncərə. bir nədir o? Şkafdır, yaşıl renk. Onu təsvir edə bilərik. Kitabın içində çoxu rəsmlər var. Gəlin o yaşıl şeyi. Pəncərənin yanında bir yazma hissəsi yaza bilərik. Necə deyə bilərsiniz ki, yatağın yanında yaşıl Olar belə renk. demək ki, Aha. besides the bed, we have green wardrobe. Gardırop değil. Green renkte olan gardırop değil. Yox, Gardırop satır gardırop. Mən bir dənə siz deyim. Yaxşı, mən cümləni deyirəm. Ona nightstand demək olar. Dolabça nightstand deyil. Nightstand. Bəli. Yatağın yanında olduğuna görə ona deyə bilərik bedside. Bedside olur İngiliscə adı. Bedside table. Deyə bilərik ki, Bedside table. yatağımın üstündə tablo Gəlin var. belə deyək. Yatağın yanında necə deyərsiniz? Next to the bed. Next to Yatağın bed. yanında necə deyərik ki, yaşıl o bedside table'dır da. Yaşıl bedside table var. Var ifadəsi nədir? There is a yaşıl A green bedside table. Bedside table nə oldu? Yatağın yanındakı balaca bir şkaf deyə bilərik. Bunun adı nə oldu? Bedside table. Yes? Yadınızda saxlayın bax bu ifadələri. Aha, bedside table var və o bedside table'ın üzərində nə var bəs? Baxım görüm. Bedside table'ın üzərində qələm var, dəftər var, qələm, dəftər var. şeylər yaza bilərik. Bedside table var with. With ilə deməkdir. Nələri ilə? Məsələn, lampası ilə. Üzərində olan şeyləri indi burada sadalayırıq. With a lampa nədir? Lamp. With a lamp. Sonra. Qələm, Aha, mənim qələm, dəftər. qırmızı dəftər. Bu tip şeylər demək olar. Notebook. Red book. Və lamp. Sonra nə yazdıq? Bəzi kitablar var. Məsələn, yaza bilərik some books. Sonra and yes, pencil. Cümləmiz o olur ki, bir dənə baxım cümləyə nə yaza bilərik. Ola bilər ki, məsələn, on the left there is a big bookshelf. On the left, there is a big shelf. On the left, soldadır. Sağda da elə bil. Kitab rəfi mənim soldadır. Kravatın ayağının ikinci kitab rəfi. Məncə də mənim O sağ solda hesab olar. olunur. Çünki belə qapıya baxırsan, axı onda sağ olur. Növbəti cümləmiz nə ola bilər? Gəlin deyim. Belə giriş olanda hesablanır onda yəqin ki. Nəysə. Mövzumuz bu deyil. Nəyi tapmalıyıq? Növbəti cümləmizi. Bir də deyilə bilər ki, yatağın üzərində Bir tablo deyək. var. Tablo nə idi? Yatağın üzərində tablo Yatağın var deyilə üzərində bilər. olan hissəni burada yazmışıq və orada book yazdıq biz. Ona görə bir də yazmamışıq. Bəli. Cümləsi Müəllim, yazaq.